Varlı bir insan bir gün öyrənir ki, vəfat etdikdən sonra qəbirdə Münker və Nəkir insanı sorğu-sual eləyir. Varlı qaranlıq və soyuq qəbirdə tək qalmağın qorxusunu yaşayaraq elan edir ki, kim mənimlə birinci gecəni qəbirdə keçirsə, varisim də o olacaq. Nə övladları, nə qohumları buna razı olmurlar. Bu elanı eşidən bir hambal, nə də olsa bir yük daşıyan ipimdən başqa heç nəyim yoxdur. Veriləcək hesabım da nə olacaq ki, düşüncəsi ilə adamın qəbuluna gəlir. Buna razılaşdığını bildirir və sənəd imzalanır. Gün gəlir, varlı vəfat edir, qohumları hambalı tapıb vədinə əməl et deyirlər. Hambal da varlı ilə bircə həmin qəbrə dəfn edirlər. Məqam gəlir, Nəkir və Münker ölü varlının yanında bir başqasını da görüncə bunun hesabını çəkək. Ölüsü necə olsa da buradadır və başlayır hambalı hesaba çəkmək. Kimsən? Bura necə gəlib çıxmısan? Bu adam sənin nəyindir? Əlindəki ip nədir? Hardan almısan? Harda işləyib onu qazanmısan? Və s. kimi suallar səhərə qədər bitmir. Səhər hambal dəlcəsinə qəbirdən çıxır və qaçır. Varlının qohumları onu saxlayıb razılaşdıqları pulu vermək istəyirlər. Hambal imtina edir və deyir, mən səhərə qədər bir ipin hesabını verə bilmədim. O qədər var dövlətin hesabını necə verəcəm? Deyir və imtina edir. Ona görə də insan dünyada qazandığı hər bir şeyin hesabını qiyamət günü Allaha verməyə məcbur olacaq. Ona görə də gəlirimizin hardan gəldiyini və necə qazandığımıza gərək diqqət edək.